Zaxam tam mərkəzdəyik hal-hazırda yenə səninlə. Biraz azad sürətindən. Sonunda Səməd Vurğun Parkı, qarşıda 28 may metro stansiyası tərəfdəyik. Bax, bugün şəhərin bir çox yerlərində sürmüsünüz və eyni zamanda tam olaraq mərkəzdəyik. Görürsünüz, zaman-zaman sıxlıqlar da gördük. Keçən dərs ərzində zaman-zaman yol yaxşı oldu, sürdük. Yəni, demək istədiyim nədir? Axının orta sürətinə uyğun sürməyə bacarmalıyıq. Bax, bu dəqiqəm yaşıl işıqdır, amma dayanmışıq. Demək, qarşıda sıxlıq var. İndi sürürük, 60 deyir ki, yox. Yol 60-dır, amma 60-da sürənmirsə ki, bu dəqiqə 20-dən sürürsən, 16-dan sürürsən, lazımdır, düzdür. Yəni, axının sürəti nədirsə, ondan sürəcək. Bəyək, Heydər Əliyev prospektindərik, 70-dən sürmüşdük orta hərəkət hissəsində. Düzdür? Xüsusiyyət hətta imkan verirdi, yolda boş idi, sürdün. Amma burada sən 60-da sürənməzsən, ehtiyatını saxlamalısan, diqqətli olmalısan. Baba, bu qara maşın görürsən nə var da? Sən üçün təhlükə yaratdı, ehtiyatlı ol. Bax, burada sağdan qapınası düşən var, maksimum diqqətli olmalısan. Bu kimi yollarda sağ-sol düzgün yoxla. Düz gedəcək yolda. Tamam, uğurlar arzulayıram sizə.